seçilen oğul kızlarını həmişə jubileylərinə qeyd edirsiniz, dünyasına dəyişənlərin anın gününü keçirirsiniz. Buna bir ayrıca teşekkür ederim. Ve bir de bugünkü gün için size teşekkür ederim. Bilirsiniz, biz bəzən insanların qiymətini sağlığında verməyə xəstə edirik. Amma vacibdir ki, hər kəsin qiymətini sağlığında verəsən. Haqq eləyənin haqqını vermək lazımdır. Haqq eləyən haqqında danışmaqdan çəkinməyir. Mən Ramiz müəllimə bir daha görə təşəkkür edirəm ki, müşrik haqqında danışmaq fürsətini ilk olaraq mənə verir. Təbii, bu mənim üçün çətindir. Çünki kimlərsə belə qəbul edir ki, əmsi oğludur, biraz tərifləyəcək. Amma atalar demiş, görünür nə qədərdir. Və bəlkə də mən onun elə əmi oğlu olduğu üçün haqq elədiklərinin hamısını sadalamayacağım. Çünki əvvəl ona görə ki, hamı bilir. İkincisi də məndən sonra çıxış eləyimlər də deyəcək. Müşrik Borsalı olmamışdan əvvəldə Müşrik Mədətoğlu Çobanov. Bilirsiniz ki, indicə xatirəsini də yad elədiyimiz görkəmli alimimiz Mədət müəllimin ailəsində dünyaya gəlir. 1970-ci ildə. Və Müşriqin bu 55 illik ömür yolu bütövlükdə mənim gözlərimin qarşısında keçir. Və hər uğurunu mən görmüşəm və təhsil görməmişəm, uğurlara sevinmişəm, qürur duymuşam. Təbii ki, həm bir əmoğlu kimi, həm də bir borçalına ləyaqətli oğlu kimi. Bugün Müşriqin 55 illik yubileyi və mən deyirdim ki, en azından həm də mətbuatda olmağının 40 illiyidir. Çünki Müşriq orta məktəbdə okuduğu illərdən hələ o vaxtlar bizim Bolis rayonunda çıxan Qəlbə Bayrağı qəzetində məqələlərdən çıxış edirdi. Eləcə də Tiflisdə ki, Sovet Gürcistanı, iki Gürcistan qəzetində. Və mən onu da xatırlayıram ki, əmin Mədət müəllim Müşriqi ədəbiyyatı görmək istəmirdi. Çox qəribədir. Müşriq orta məktəbdə çox güclü bilirdi riyaziyyatı və əmin də istəyirdi ki, texniki sahədə təhsil alsın. Və yaxşı xatırlayıram, bir dəfə aramızda söhbət də oldu ki, dedim, əmin, bax, adamın qabiliyyəti var, sən niyə istəmirsən ki, bu yolda olsun? Amma istedad elə bir şeydir ki, onun qarşısını heç nəylə almaq mümkün deyil.